Hər əsəbi gərgin uşaq və yuxusuz uşaq nevroloji problemlərə sahib uşaq deyil. Dəmir defisitli anemiya yoxsa nevroloji problem? İndi sadalayacağım problemlər uşaqlarda tez-tez rast gəlinir və çox təəssüf ki, həkimlər daxil olmaqla bu problemlərə yanlış diaqnoz qoyaraq yanlış da müalicə edirlər. Gecə huzursuz yatan uşaqlar, tez-tez ayaqlarını üstlərini açan və huzursuz bacaq dediyimiz sindromu yaşayan uşaqlar. Bundan əlavə səhər oyanarkən yorğun, yuxusuz, halsız vəziyyətdə oyanan və gün ərzində əsəbi olan uşaqlara bəzən səhv diaqnoz qoyularaq nevroloji preparatlar, neyroleptiklər, sakinləşdiricilər, yuxu gətiricilər verilir. Bunlar isə uşaqlarda gələcəkdə zehinsel və fiziksel inkişafın baskılanmasına səbəb olur. Bu problemlərin altında yatan əsas səbəb dəmir defisitli anemiya ola bilər. Buna görə bu problemi olan uşaqlara mütləq şəkildə ümumi qan analizi və anemiyanın altda yatan problemləri araşdırılmalıdır.